Biri var idi, biri yox idi. Bir fil var idi. Bu fil hələ balacalıqdan çox dəcəl idi. Hər dəfə bir heyvanla dalaş edərdi. Günlərin birində filə meşədə xortumlu bir ağaca dolaşıb o tərəf bu tərəfə sirkələyirdi. Ağac az qalırdı kökündən qopsun. Demə bu ağacın dibində bal arılarının yuvaları varmış. Fil ağacı tərpətdikcə arıların yuvaları dağılırdı. Oradakı arılar dedilər: "Fil qardaş, səndən xahiş edirik ki, yuvalarımızı dağıtmayasan." Fil dedi: "Mən yuva bilmirəm, keyfim gəlir oynayıram." Arılar dedi: "Ay fil qardaş, biz sənə demirdik ki, oynama, get biraz da o biri ağacın dibində oyna." Fil dedi: "Mən heç yerə gedəsi deyiləm. Bir bunların qoy buxuna bax. Balaca boyları var. Gör mənə nə deyirlər." Arılar dedi: "Fil qardaş, əgər sən bizim yuvalarımızı dağılsan, biz də səni sancıb öldürərik." Gəlin, nə keyfiniz istəyir eləyin. Sizdən qorxan yoxdur. Arılar yuvalarına qayıdıb böyükləri ilə məsləhətləşdilər. Belə qərara gəldilər ki, axırıncı dəfə bir də fildən xahiş etsinlər. Əgər razı olmasa, onu sancıb öldürsünlər. Bu dəfə də arılar filə çox nəsihət elədilər. Fil onların sözünə baxmadı. Odur ki, bütün arılar hücum çəkərək filin başına, gözünə, qulaqlarına, burnuna, ağzına, bədəninə yapışıb onu sancdılar. Bir dəqiqənin içində fil bədəni şişib dama döndü. Ağrıdan qışqırtısı ailəmi götürdü. Başladı qaçmağa. Fil qaçdıqca arılar da onu sancırdılar. Fil o qədər qaçdı ki, axırda taqətdən düşüb yerə yıxıldı. Arılar onu dövrəyə alıb dedilər: "Fil qardaş, çox tərslik eləyib bizə meydan oxuyurdun. İndi də görək, halın necədir?" Ondan başını qaldırmadı. Arılar dedilər: "Fil qardaş, sən öz gücünə arxana bizi əzirdin. Özündən zəifləri əzənlərin axırı bax belə olur." Mövzu arıların qəzəbi idi. Bu əsərdə belə qənaətə gəldim ki, özümüzdən kiçiklərə alçaltmaq, onlara sataşmaq olmaz. Oxuduğunuz nağılda hansı qənaətə gəldiniz?